Salam uşaqlar. Bu günləri sizlərlə onlayn dərsə necə qatılacağıq, onu öyrənirik. İlk olaraq Teams tətbiqini yükləyirik. Daha sonra Teams tətbiqinə daxil oluruq və e-posta yazılan yerə öz UTIS kodumuzu yazırıq. UTIS kodunu yazdıqdan sonra @student.edu.az yazıram. İrəli düyməsini klikləyirəm. Bir qədər gözləyirəm ki, bizdən kodu istəsin. Açılan sahəyə öz sinif rəhbərimizə göndərdiyimiz, valideynimizin bizə təyin etdiyi kodu yazıram. Daha sonra oturum açın düyməsini klikləyirəm. İrəli anladıma basıram və beləliklə biz artıq daxil olmuş olduq. Yaxşı, dərslərə necə daxil olacağıq? Dərsə daxil olmaq üçün sağ altda olan təqvim hissəsinə daxil oluram. Və mən hal-hazırda yoxlama dərsi açmışam, gəlin ona qatılaq. Qatıl düyməsinə basıram, icazə verirəm və indi qatıla basıram. Bir qədər gözləyirəm ki, dərsə qatılsın və beləliklə dərsə qatıldım. Dərsdən çıxmaq üçün qırmızı düyməni klikləməyimiz yetərlidir. Dərsə hal-hazırda olan toplantıya qiymətləndirməyimizi istəyir. Bu hər dəfə istəməyəcək. İstəsəniz qiymətləndirə bilərsiniz, istəməsəniz sol üst hissədən X düyməsinə basa bilərsiniz. Əlavə olaraq bəzi dərslər yarı qrupdur. Bunlara bəs necə qatılacağıq? Bunlara qatılmaq üçün hər şagird öz müəlliminin adının üzərinə toxunacaq. Məsəl üçün, rəqəmsal bacarıqlar 2 müəllim dərsi tədris edir. Hərə öz yarı qrup müəlliminin adının üzərinə basıb qatıl düyməsinə basacaq.